Değerli tədbir iştirakçılarım, istərdik ki, elə bu məqamda çıxış üçün sözüm Qubadlı rayon İcra Hakimiyyəti başçısının mavini hörmətli Allahverdi müəllim Haqverdiyevə verək. Qəbrizə rayon İcra Hakimiyyəti başçısı müəllim müəllim salamlarını çatdırıram. Burada şəhid ailələr var, şəhid valideynlər var, şəhid atası, şəhid bacısı, şəhid hamısının qarşısında baş əyirik. Eyni zamanda Ülviyə, burada bizim şəhidimiz Sərxana, Ərzamına, Elçinə, Ramilə, onların valideynlərinə başsağlığı verirəm. Oradan da bilirsiniz ki, 1993-cü ilin 31 avqustda Qubadlı rayonu işğal oldu. Qubadlı rayonu 125 kilometr sərhəddi vardı, amma bir qarış bizim torpağımız işğal olmamışdı. Bilirsiniz ki, Ağdan köçdü, Füzuli köçdü, Cəbrayıl, Laçının da işğal olundan sonra Qubadlının orada qalmaq ehtimalı çox az idi. Ancaq onunla belə bizim o torpaqları Allah rəhmət eləsin, milli qəhrəman Əliyev kimi qəhrəmanımız vardı. İndi burada iştirak edənlər də var. İndi onlar qazilərdir, iştirak edir. Onların köməyi ilə bir qarış torpağımız işğal olmadı. Ancaq ermənilər bilirsiniz ki, Cəbrayıl istiqamət tərəfindən, bu Hacı Qaraman tərəfindən gəldi, bizim torpaqları işğal elədi. Azərbaycanın 42 rayonunda məskunlaşdı. Əhalimizin 80% Sumqayıt şəhərində, Bakı şəhərində yerləşdi. Biz bu şəhidlər xiyabanının həmişə Hacı Rauf da bizdən iştirak edirdi. İştirak edəndə bizim bir arzumuz vardı ki, biz torpaqlarımız işğaldan azad olunsun, biz öz yerimizə qaydaq. Doğrudan da 27 il bilirsiniz, 2020-ci ildə hörmətli prezidentimizin apardığı siyasət, bunun dəmir yumruğu sayəsində şəhidlərimiz Allah rəhmət eləsin. Bax, belə şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına torpaqlarımız işğaldan azad olundu. Bilirsiniz ki, 2023-cü ildə 19-undan 20-sinə keçən gecə və artıq Azərbaycan ərazi bütövlüyü tam təmin olundu. Xocalı, Xocavənd, Xankəndi rayonlarda işğaldan azad olundu da Azərbaycan ərazi bütövlüyü tam təmin olundu. İndi Azərbaycanda quruculuq işlər gedir. Bütün rayonlar köçüb, biz də köçəcək Allah görsə. Bilirsiniz ki, Gülbin Məhərrəmovun Allah rəhmət eləsin, o bizim Süleyman Rüstəmov adına Mahruzi məktəbini qutarandan sonra eyni zamanda Cəmşid Taxçıvanski hərbi məktəbə qəbul olub, bir də Heydər Əliyev adına akademiyanı qutarmışdı. Sonra müharibə başlayanda getdi müharibəyə, qəhrəmancasına şəhid oldu. Onun bir evdən 2 şəhid olmuşdu. Mirzəyə də Allah rəhmət eləsin. O da Qarabağ müharibəsi vaxtı getmişdi. Hələ də bilinmir görən onun taleyinə tərdi. Allahın köməkliyi ilə, hörmətli prezidentimizin dəstəyi ilə elə bilirəm ki, o da bir salamat bir nəyəsə bir şey olar. Biz də düşərək dəyirik. Doğrudan da biz qürur duyuruq burada. İndi bu şəhidləri ziyarət edin. Allah bütün şəhidlərin hamısına rəhmət eləsin. Biz qürur duyuruq ki, bizim belə şəhidlərimiz var. Torpaqlarımız işğaldan azad olunur. Mən rayon İcra Hakimiyyəti başçısı Malış müəllim öz minnətdarlığımı bildirirəm ki, Qubadlı rayonu işğaldan azad olunandan sonra Qubadlı rayondakı milli qəhrəmanların başdaşlarının hamısını götürdü. Eyni zamanda bizim Azərbaycan bayrağı ordenin Ayalı kəndinin Həzər Qormazın, sonra Həzərin, Mullu kəndində Həzərin qəbir abidəsi götürüldü. Bilirsiniz, indi rayonda bütün şəhidlərin hamısının qəbir abidəsi götürülmə yekunlaşmaq üzrədir. Bizim rayonda 76 şəhidimiz var ki, onların hamısının qəbir abidəsi bu ayın axırına qədər hamısı qutaracaq. Eyni zamanda Qubadlıda şəhidlər xiyabanı var. Orada da bizdə 18 şəhid var, onun da şəhidlər xiyabanının abidəsi qurulacaq. Rayon rəhbərliyinin köməyi ilə rayonda abadlıq quruculuq işləri başlayan kimi rayonun girişində bütün şəhidlərin hamısının şəkilləri vurulacaq, onların adları yazılacaq. Qubadlı rayonuna girən adam biləcək ki, bu rayondan kimlər şəhid olub. Allah hamısına rəhmət eləsin. Mən fürsətdən istifadə edib Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına öz minnətdarlığımı bildirirəm ki, həmişə şəhidlərə diqqət və qayğı göstərdik. Baxın, indi şəhidlər xiyabanına gedirik biz. Bütün indi burada bütün şəhidlər rayonlardan var, Sumqayıtdan var. Allah hamısına rəhmət eləsin. Bizim arzumuz oydu ki, torpaqlar işğaldan azad olunsun. Möhtərəm cənab prezidentimiz İlham Əliyev həmişə tədbirlərində biz gedəndə də mən iştirak edirəm. Deyirdi ki, ən bahasına olsun bu torpaqlar azad olunacaq. Oradan da belə oldu. Həmişə prezidentimiz deyir ki, nə qədər Azərbaycan güclü olsa da, nə qədər ordumuz olsa da, ancaq Azərbaycan bayrağının bizim şəhidlərimiz orada dalğalandırır. O rayonlara onlar heç vaxt yaddan çıxmayacaq. Allah hamısına rəhmət eləsin, mən onların ailə üzvlərinə baş sağlığı verirəm. Çox sağ olun. İştirak edə biləcəm. Sağ olun. Qəhrəman igidlər.